Tunc dövrü. Mis daş dövrünün başa çatması ilə Azərbaycanda yeni dövr, Tunc dövrü başladı. Mis yumşaq metal olduğu üçün ondan hazırlanmış alətlər tez sıradan çıxırdı. Onun davamlılığını artırmaq üçün qədim sənətkarlar uzun müddət çıxış yolu axtarmışlar. Nəhayət, qədim ustalar misin tərkibinə müxtəlif metallar qataraq daha bərk metal əldə etdilər. Bu metal tunc idi. Azərbaycanda Tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısında başlamış və eramızdan əvvəl 2-ci minilliyin sonlarına qədər davam etmişdir. Əmək alətləri, bəzək və məişət əşyaları tuncdan hazırlandığı üçün bu dövrə Tunc dövrü deyilir. Tunc dövründə insanların həyatında böyük dəyişikliklər baş verdi. Artıq təsərrüfatda ağır işlərlə kişilər məşğul olurdu. Buna görə də ana xaqanlığı ata xaqanlığı ilə əvəz olundu. Yeni təsərrüfat sahələri, əmlak bərabərsizliyi və sosial bərabərsizlik yarandı. Azərbaycanda böyük tayfa və tayfa ittifaqları meydana çıxdı. Kür-Araz mədəniyyəti. Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Erkən Tunc dövrü Kür-Araz mədəniyyəti də adlanır. Bu mədəniyyət Kür-Araz ovalığında formalaşmış və tədricən yayılmışdır. Bu dövrdə yaşayış məskənləri əsasən çay kənarında, təsərrüfat üçün əlverişli sahələrdə, yaxşı mühafizə olunan təbii təpələr üzərində salınırdı. Bəzən yaşayış məskənləri qalın müdafiə divarı ilə əhatə edilirdi. Erkən Tunc dövründə əhalinin sayı artmış və yaşayış məskənlərinin ərazisi böyümüşdü. Mis daş dövründə olduğu kimi dairəvi və düzbucaqlı binalar tikilirdi. Lakin binalar həm ölçü, həm də davamlılıq baxımından xeyli fərqlənirdi. Evlərin və təsərrüfat tikililərinin bünövrəsi əsasən daşdan, divarı çiy kərpicdən olurdu. Binaların bir qismi çubuqdan hörülüb suvanırdı. Otağı qızdırmaq və yemək hazırlamaq üçün ocaq evin mərkəzində və ya künclərində qurulurdu. İbadət və dini ayinlərin icrası üçün də xüsusi binalar tikilmişdi. Birinci böyük ictimai əmək bölgüsü. Erkən Tunc dövründə əkinçilik və maldarlığın inkişafında yeni mərhələ başlandı. Toxa əkinçiliyi tədricən xış əkinçiliyi ilə əvəz olundu. Xışın öküzlərə qoşulması torpağın şumlanmasını asanlaşdırdı. Bu isə məhsuldarlığı xeyli yüksəltdi. Əkin sahələri genişləndi. Yerli əhali yeni bitki növlərini becərmiş, sadə süni suvarma şəbəkələri yaratmışdı. Sümük və ağacdan düzəldilmiş oraqlarla yanaşı, tuncdan bütöv biçin alətləri də hazırlandı. Tunc oraq məhsulun daha tez və itkisiz toplanmasını asanlaşdırırdı. Taxıl xüsusi quyularda və ya böyük təsərrüfat küplərində saxlanırdı. Əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynadı. Yeni heyvan növləri əhliləşdirildi. Təsərrüfatda atdan istifadə olundu. Heyvandarlıqda ən mühüm yenilik yarım köçəri və ya yaylaq maldarlığının yaranması idi. İnsanların yeni otlaq sahələrinə ehtiyacı vardı. Ona görə də onlar dağ ətəyi və dağlıq zonalarda məskunlaşdılar. Süni suvarma kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün torpaqların süni sulanmasıdır. Yaylaq maldarlığının təşəkkülündə atçılıq mühüm rol oynadı. Atdan minik vasitəsi kimi istifadə olunması köç işini asanlaşdırdı. Yaylaq maldarlığı mövsümi xarakter daşıyırdı. Qışda əhali heyvan sürülərini düzənlikdə, qışlaqlarda, yayın əvvəllərindən başlayaraq dağlıq zonalarda saxlayırdı. Heyvandarlıq daha çox qayğı tələb etdiyi üçün əhalinin bir qismi yalnız maldarlıqla məşğul olurdu. Bu, birinci böyük ictimai əmək bölgüsünün yaranmasına səbəb oldu. Maldarlar əkinçilərdən ayrıldı. Maldarlıq və əkinçiliyin ayrılma səbəbi maldarlar otlaqlar tapmaq üçün tez-tez yaşayış yerini dəyişirdilər. Ona görə də Azərbaycanda maldarlar yarımköçəri həyat sürürdülər. Əkinçilər torpağı şumlayır, əkir və becərirdilər. Ona görə də
əkinçilər oturaq həyat tərzi sürürdülər. Təsərrüfatın iki böyük sahəsi müstəqil inkişaf yoluna qədəm qoydu. Maldarlığın sürətlə inkişafı artıq məhsul istehsalına şərait yaratdı. Mübadiləni genişləndirdi. Maldar tayfalarının varlanmasına səbəb oldu. Maldar tayfalarının daxilində də əmlak bərabərsizliyi artdı. Tayfanın var dövləti tədricən ayrı-ayrı şəxslərin əlində cəmləşdi. Bu dövrdə tayfanın varlı üzvlərini böyük təntənə ilə dəfn edir, onların şərəfinə kurqanlar ucaldırdılar. Var dövlət əldə etmək, torpaq sahələrini zəbt etmək üçün edilən hücumların qarşısını almaqdan ötürü yaşayış məskənlərinin ətrafına hasar çəkilir, hasarlar möhkəmləndirilirdi. Bu dövrün bir sıra yaşayış məskənləri qalın müdafiə divarları ilə mühafizə olunurdu. Tayfa icmaları öz ərazisini və əhalisini başqalarının təcavüzündən qorumaq qayğısına qalırdı. Erkən Tunc dövründə əhali sənətkarlığın müxtəlif sahələri, əsasən dulusçuluqla məşğul olmuşdur. Dulus çarxından istifadə məhsuldarlığı daha da artırmışdı. Saxsı qabları müxtəlif naxışlarla bəzəyirdilər. Bu dövrdə metal işləmə sənəti də inkişaf etmişdi. Orta Tunc dövrü. Bu dövrdə əkinçilik, maldarlıq və sənətkarlıq sürətlə inkişaf edirdi. Əmlak bərabərsizliyi və sosial bərabərsizlik dərinləşirdi. Yaxın Şərqin mədəniyyət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələr müntəzəm xarakter aldı. Azərbaycanda ilkin şəhər mədəniyyəti formalaşdı. Orta Tunc dövründə yaşayış məskənlərinin sahəsi daha böyük idi. Bəzi yaşayış məskənləri müdafiə divarları ilə əhatə olunmuşdu. Yaşayış məskənləri əsasən təbii təpələr üzərində, dərin yarğanlı çay kənarlarında strateji cəhətdən əlverişli yerlərdə salınmışdı. Bu əhalinin təhlükəsizliyini təmin edirdi. Bu dövrdə Azərbaycan ərazisində yaşayan tayfalar böyük tayfa ittifaqlarında cəmləşirdi. Orta Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq daha da inkişaf etmiş, malqaranın sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdı. Yaylaq maldarlığı daha da inkişaf etmişdi. Yaylaq maldarlığının geniş yayıldığı zonalarda qoyun-quzu aparıcı yer tuturdu. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına tələbatını ödəməklə yanaşı, mübadilə üçün əlavə məhsul əldə olunmasına da şərait yaradırdı. Bu dövrdə atçılıq da inkişaf etmişdi. Azərbaycanda Orta Tunc dövründə bağçılıq, bostançılıq və üzümçülük kimi təsərrüfat sahələri yarandı. Əmək alətlərinin təkmilləşdirilməsi, torpağın xışla şumlanması və bu işdə qoşqu heyvanlarından istifadə məhsuldarlığın artmasına səbəb olmuşdu. Ənənəvi dəmiyə əkinçiliyi ilə yanaşı, süni suvarmanın tətbiqi nəticəsində daha çox məhsul toplanırdı. Taxıl ehtiyatı böyük ölçülü saxsı küplərdə saxlanırdı. Sənətkarlığın yeni sahələri yaranmışdı.